Ha qonşu, mənə çağırmışsan, nə olur? Ha qonşu, mən çağırmışdım. Ne olur, belə məsələ? Nətərsən, nə var, nə yox? Sağ ol, sən nə tər? Var, nə yox. Görsən oranı. Hə. Gəl bura, gəl bura. Nə olur? Gəl, gəl. Qonşu, görsən bunları. Ha, gördüm. Evim yarımçı qalıb. Gün sabah mən qızımı köçürdəcəm. Arvad da az qalıb, üçün evə qoymur məni. Bildim ya qonşu, evin yarım çıxalmıyor, var evin tamdır, nə olur? Yox, sabah büyüsün qonaq gələsi, tör qalıb da yerdə. Hə, Mənə pul lazım. Xeyir, Təcili pul xeyir lazım. iş olacaq, eşitdim qızını köçürdün. Ha, baxıram ki, maşallah olsun, evin də çox spesifdir sana. Gözəl qonşum, valla mən də, yəni pulum qalmadı. Aha. Mən özüm nağaydım. Aha. Görmüşdün də mənim də evim yarımçıq idi. Ay, Öz maşınım var da. Aha. Satmağa aparırdım, sonra dedim niyə satım ki? Apardım, avtokredit deyilən bir yer var. Orada saldım kreditə qonşu. Aha. Pulumu götürdüm. Maşını saldın. Hə, maşını saldım orada kreditə. Pulumu götürdüm. Maşın qaldı özümdə. Nömrəsi də dəyişmədi. Bu dəqiqə maşını sürə-sürə də kreditlərini ödəyirəm. Evi də tikib qurtarmışam. Ne yox, mən də Vallahi. maşımı aparım. Hayda, məndə amma gecikmə var ya. Banca. Olsun, ha, onlara kredit, rayon qeydiyyatı, gecikmə aidiyyatı olmur. Lütfen, Vallaca nömrəsini verim. Arvad sevinəcək. Evet, verim ki elə.